Biz şuuraltımız necə çalışır mətnidir. Gəlin birinci mətni diqqətlə oxuyaq. Şuuraltı beynimizin bir parçasıdır. O, iradədən asılı olmayaraq çalışan, bədən əzələlərini idarə edən, gecə yatarkən orqanizmin bütün həyati funksiyalarının çalışmasını təmin edən, 5 duyğu orqanı ilə qavradığımız hər şeyi anban qeydə alan və şuura ötürən bir hissədir. Şuurla şuuraltını aysberqə oxşada bilərik. Bu aysberqin 8-də 7-si dənizin altında, 8-də 1-i isə dənizin üstündədir. Üstdə olan hissə şuur, altda qalan hissə isə şuuraltıdır. Gün ərzində davranışlarımızın, keçirdiyimiz hisslərin, düşündüyümüz vəziyyətin çoxu şuuraltının nəzarəti altında həyata keçir. Şuuraltı bədənin sirli memarı və inşaatçısıdır. Bu cümlə mətn üçün fazla bədii. Bunun altını xəttə. Çünki ola bilər ki, bu sənə lazım olsun. Deyə bilər ki, üslubi baxımdan mətn üçün uyğun olmayan cümlə neçənci abzasdadır, hansı cümlədir, hansı sözlə başlayan cümlədir. Bəli, bunları soruşurlar. Ona görə elə budur, şuuraltı bədənin, bax görürsünüzmü, mətni oxuyan kimi tutmaq olur. Sən oxursan mətn, bilirsən ki, şuuraltımız necə çalışır, mətnimiz hansı üslubda olacaq, publisistik üslubda olacaq. Amma bu cümlə bədiiyə yaxındır. Şuuraltımız sayəsində nəfəs alıb veririk. O özü isə şuura tabedir. Yəni ki, biz gecə yatanda bizim şuurumuz üstümüzdə olmur da, bizim bədən fəaliyyətimizi həyata keçirən nə olur? Şuuraltımız. Bütün vərdişlərimizin şuur altında qeyd edilir. Məsələn, velosiped sürməyi öyrənmə mərhələsində şuur daima oyaqdır. Buna görə diqqətli olmağa ehtiyac duyulur. Ancaq bir neçə dəfə istifadə etdikdən sonra velosiped sürərkən etdiyimiz hərəkətlərin çoxu şuuraltının əmri ilə avtomatik hala gəlir. Demək olar, hər kəsin başına gəlib. Yolla gedərkən xəyala dalıb gedər, sonra nəzərdə tutduğumuz yerə çatdığımızı görərik. Bu an avtomat pilot vəzifəsini yerinə yetirən şuuraltının bizi idarə etdiyindən xəbərsiz ola bilərik. Gör necə deyirəm, bizi Allah yaradıb ey. Bir körpənin yeriməyi öyrənməsi, musiqi aləti çalmaq və ya maşın sürməyi öyrənmək şuuraltının köməyi ilə olur. Şuuraltı bu işləri vərdiş halına gətirdikdən sonra avtomatik şəkildə icra edir. Əgər şuuraltımızdan istifadə etsək, bu problemlərə müvəffəqiyyətsizliyə səbəb olar. Yəqin ki, əgər şuuraltımızdan necə deyim, fasiləsiz istifadə etsək, yəni yanlış istifadə etsək, bu problemlərə müvəffəqiyyətsizliyə səbəb ola bilər. Nəticələnər yazmaq olmaz, çünki burada şəkilçiyə də uyğun gəlməlidir. Müvəffəqiyyətsizliyə səbəb olar. Düşüncəli şəkildə istifadə etsək, deməli, burada düşüncəli yazıbsa avtomatik. Əgər şuuraltımızdan düşüncəsiz şəkildə istifadə etsək, bu problemlərə müvəffəqiyyətsizliyə səbəb olar. Düşüncəli şəkildə istifadə etsək, azadlıq və zehni rahatlıq əldə edə bilərik. Deməli, birinci boşluğumuza düşüncəsiz şəkildə istifadə etsəkdir, ikinci boşluğumuza isə səbəb olar. Düşüncələrimiz yaradıcı və sevgi dolu olanda müsbət cavab alacağımız qaçılmazdır. Bir arzunun reallaşması üçün 3 mərhələyə ehtiyac vardır. Qarşıya çıxan problemi görmək, problemi ən yaxşı həll yolunu bilən şuuraltıya təhvil vermək, problemin həll olunacağını dərindən inanaraq rahatlıq tapmaq. Öz-özümüzə kaş ki yaxşılaşa biləydim ya da ümid edirəm işə yarayar deməyək. Görüləcək işə tam inanaraq sağlam düşüncələrimizi şuuraltımıza təhvil verək. Sonra sakitləşək, özümüzü onun ixtiyarına buraxaq. O deyəndə ki, alınmayacaq, həqiqətən də alınmır. Şuuraltımıza elə yeritdiyimiz üçün olur. Yəni, biz deməli ki, bizdə alınacaq, biz bacaracağıq. Bunu özümüzə inandırmalıyıq ki, həqiqətən də alınsın. Üzdə ağlasaq da, içəridə özümüzə inanmalıyıq. Gəlin baxaq 61-ci sualımıza. Deyir, şübhələr və tərəddüdlər arzularımızın reallaşmasına mane olar. Arzular mənim açar sözümdür və mən bilməliyəm arzulardan, bilirəm ki, axırıncı abzaslarda danışır və mən hansı deyir abzasın əvvəlinə artırılsa, tərkib hissələri arasındakı əlaqə bərpa olar. Gəlin çevirək mətnə. Deməli, cümlə nə idi? Şübhələr və tərəddüdlər arzularımızın reallaşmasına mane olar. Deməli 8-in əvvəlinə şübhələr və tərəddüdlər arzularımızın reallaşmasına mane olar.
öz-özümüzə kaş ki yaxşılaşa biləydim. Bu şübhəli cümlədir də. Yəni özün şübhələnirsən ki, yaxşılaşmama ehtimalın da var. Ya da ümid edirəm işə yarayar. Sən içində şübhə edirsən ki, bu alınmaya da bilər. Biraz fikirləşsən ki, alına da bilər. Biraz da fikirləşsən ki, alınmaya da bilər. Deməyək deyir. Deməli, 8-ci abzasın əvvəlinə. Çünki 7-ci abzasda arzunun mərhələlərindən danışır, ora yaza bilmərəm. Qalır 8-ci abzasın əvvəlinə. Düzgün cavab variantı A variantıdır. 62. Üslubları müqayisə edirik. Gördüyünüz kimi Euler-Venn diaqramından istifadə edərək. Deməli, intuisiyanın yaranma mexanizmi şuurun formalarının yaranma mexanizmi ilə eynidir. Eferent vəziyyət müxtəlif hərəkət etdirici sinirlərə, o cümlədən nitqə doğru istiqamətlənərək təfəkkürü, səsli nitqi, yəni şuuru, belə intuisiyanı yaradır. Eferent vəziyyət bizə göstərir ki, burada intuisiyanın tərifini verir və ümumiyyətlə bu olur hansı üslubda? Elmi üsluba aiddir. Bu üslub olur elmi. Mətnimiz hansı üslubdaydı? Publisistik üslubdaydı. Deyir, terminlərdən istifadə aid olduğu üslubun əsas xüsusiyyətidir. Bu hansı üsluba aiddir? Bu aiddir elmi üsluba. Yəni əsas mətnə aid deyil. Əsas mətnə aid deyilsə, biri tərpədəcəm burada. Xalq dilinə təsirdir. Xalq dili publisistikə aiddir, mətnə aiddir, getdi. Fərdi nitq ünsürü işlədilməmişdir. Düzdür? Çünki fərdi nitq ünsüründən fərdi üslublarda istifadə olunur. Sözün poetik funksiyasından istifadə olunub. Göz çərçivə mətni. Sözün poetik funksiyasından harda istifadə olunmuşdu? Əsas mətnimizdə. Orada bayaqlarda cümlə var idi. Hətta dedim altını xəttləyim, bu bədii üsluba aiddir. Poetik funksiyadan orada istifadə olunub. Yəni 1 ilə 4-ün yerini dəyişməliydiniz. Düzgün cavab olacaq Y variantı. Dəqiqlik, konkretlik də hansı üsluba aiddir? Elmi, bu da çərçivəyə uyğun gəlir. Gəldim 63. Mətnin məzmununa əsasən birləşdirilməsi uyğun olan 2 abzası müəyyən edindir. Yazı gəlsən, mən demişdim ki, harada tıklı abzaslar var, onları birləşdirməyə çalışın. Söz misalı 4-ü 5 ilə niyə birləşdirim ki? 4 özü onsuz da dana boydadır. Və yaxud da ki, 5 ilə 6-nı niyə birləşdirim? 7 ilə 8-i niyə birləşdirim? Balaca olan abzasları birləşdirməliyəm. Mən ən balaca abzasımı 2 görürəm. İndi ya 2 ilə 3-ü birləşdirəcəm, ya 1 ilə 2-ni. Amma əlbəttə ki, 2 ilə 3-ü birləşdirərəm. Çünki o şuuraltını icebergə oxşadır və icebergin deyir 8-də 7-si dənizin altında, 8-də 1-i dənizin üstündədir. Sonra deyir üstdə olan hissə şuurdur. Yəni bu üstü nəzərdə tutur da, dənizin üstündə olan hissəyə bənzədir deyənə 3-ü 2 ilə birləşdirmək məqsədə uyğundur. Cavab 2-3, hansı variantdırsa düzgün cavab da o variantdır. Bir dənə baxaq. 2 ilə 3, düzgün cavab variantı A variantıdır. 64-də deyir ki, mətndə çərçivədə verilmiş sözün kontekstdəki mənası hansı nümunədə verilmişdir? Sən gəlib baxmalısan çərçivə daxilində verilmiş sözə həyata keçirmək. Deməli, deyir, hisslərin və düşündüyümüz vəziyyətin çoxu şuuraltının nəzarəti altında həyata keçir. Gəlin baxaq görək hansı mənada uyğun gəlir. Təsirindən formasını. Deyir, bu əşyalar günəş işığının təsirindən formasını dəyişir. Xeyr. Arzuları reallaşmış, deyə bilərəm də arzuları həyata keçmiş, istədiyi ali məktəbə qəbul olmuşdu. 2-də var. Tapşırıqları yerinə yetirib növbəti iclasa hazırlaşdı. Tapşırıqları həyata keçirmək, yerinə yetirmək olar. Bütün cari məsələlər müzakirə edildi. Araşdırmaların nəticəsində yeni qərar verildi. Qərar vermək həyata keçirmək deyil. Mən qərarı verirəm, sonra həyata keçirəcəm, uyğun gəlmir. Düzgün cavab 2-3 C variantı. Gəldim, çıxdım 65-ə. Mətnə aid yanlış fikri müəyyən edin deyir. Vərdişlərimiz şuuraltıda qeyd olunur. Bu düzdür. Çünki orada deyirik, velosiped sürməkdə əvvəlcə öyrənəndə bizim beynimiz, şuurumuz aktiv halda olur və onu öyrənməyə cəhd edirik. Amma ki, hansı ki biz öyrənməyə cəhd eləmirik, artıq müəyyən bir müddətdən sonra vərdiş halına çeviririk. Vərdiş halına çevirdikdən sonra
Artıq şuuraltımız bizi avtomatik idarə eləyir deyir. Çünki o vərdişdir. Şuuraltıdan müsbət şəkildə istifadə etmək müsbət nəticələrə gətirər. Bəli, hətta bayaqları mətndə də dediyim, yanlış istifadə eləsək uğursuzluğa və müvəffəqiyyətsizliyə səbəb olar. Və əgər məqsədyönlü istifadə eləsək, düzgün istifadə eləsək, müsbət nəticələrlə olar. B-də düzdür. Şuuraltı gedən prosesləri idarə etmək həmişə öz əlimizdədir. Xeyr, öz əlimizdə deyil. Hətta deyir ki, bəzən olur ki, biz fikrə gedirik, amma gedəcəyimiz yeri gedib çatırıq. Çünki şuuraltımız bizi özü aparır ora. Düzgün cavab olacaq C variantı. Problemi həll etməyə şuuraltımıza etibar etməliyik, düzdür. Çünki şuuraltımıza əgər biz kodlasaq ki, alınacaq, deməli alınacaq. O rituallar zad deyirlər, nə bilim 7-7-7 yazırlar. Ay, inanırlar da. Məsələn, mən də o rəqəmlərə filan, mələk rəqəmlərini bunu görsəm bu olacaq. Biz əslində şuuraltımıza onu yeritməyə cəhd göstəririk. Əslində bir növün psixoloji faktorlardan asılı olaraq bu dəyişir və ya hansısa bir falçıya inanmaq filan. Şuuraltımıza yeridirik ki, bu falçı düz deyir. Onun dediyinə inandığımız üçün onlar da həyata keçir. Gəldik, çıxdıq 66-cı suala. Deyir, mətnin əsas hissəsini əhatə edən tezis yazın. Mətnin əsas hissəsi hardan başlayır? Gəlin birinci ona baxaq. Deməli, mətnin birinci abzası mətnin giriş hissəsidir. Mətnin ikinci abzasından hardasa 6-cı abzasına qədər gəlir bizim əsas hissəmiz düşür və burada biz ən çox nədən danışırıq? Danışırıq ki, vərdişə çevirdiyimiz hadisələr, çünki 4-cü abzas velosiped sürməkdən danışır və yaxud da deyir xəyala dalırıq, amma yenə də yerinə yetiririk ya da körpənin yeriməyi öyrənməsi, aləti ifa etmək, bacarmaq və yaxud da gün ərzində davranışlarımız olsun, keçirdiyimiz hisslər olsun. Hamısı nədən asılıdır? Vərdişlərimizdir daha çox bu, gündəlik vərdişlərimiz. Yazmalıyıq ki, bura aid tezisdə gündəlik vərdişlərimizin böyük bir qismi şuuraltımızın təsirindən asılıdır. Görək nə yazmısınız chat bölməsində. Vərdişlərdə şuuraltı bizə çox kömək olur. Düzdür, Ələkbər. Buyur Azərin. Düzdür. 2-dən yazmısan, ikisi də düzdür. Yəni birini də yaza bilərdin. Doğrudur. Əgər belə yazmısınızsa, şuuraltı insanlar üçün fəaldır. Yazmaq olar. Bütün vərdişləriniz şuuraltında qeyd edilir. Bəli, Xədicə, yazmaq olar. Düzdür. Bəli, vərdişlərimizdən asılıdır, yəni qısacası. Doğrudur. Şuuraltının bizi də Məhəmməd tezis cümlə şəklində yazılır. Ona görə söz birləşməsi şəklində yazmaq olmaz. 67-cidə 67-cidə görürsüz ki, mətnin planıdır. Deməli, şuuraltının insan fəaliyyətində birinci nəticədir. Nəticəyə əsasən nə plan bəndi yaza bilərik? Nəticə əsasən son abzasdır da, belə deyək. Orada da deyir ki, deyir sağlam düşüncələrimizi şuuraltımıza təhvil verək, sonra sakitləşək, özümüzü onun ixtiyarına buraxaq. Burada konkret nədən danışır? Nə? Bircə dəqiqə. Hə, vərdiş halına çevrilmiş xüsusiyyətləmiş hərəkətlərimiz öz-özünə baş verməyə başlayır. Düzdür, yazmaq olar. Şuuraltı beynimizin, bəli, düzdür Kənan. Şuuraltı beynimizin bir parçası olmalıdır nəticəyə. Bircə dəqiqə. Mən cavab deyim. Sağlam düşünməyin təsiri. Sağlam düşünməyin deyil də, o yanlışdır. Çünki sağlam düşünməyə şuuraltının təsiri yazmaq olar. Çünki sağlam düşünməyin təsiri yox. Sanki şuuraltına özümüzü təslim etməliyik kimi bir mesaj verir. Yəni şuuraltınızı kodlayın deyir. Şuuraltınızı kodlayın. Ona görə nəticə hissəsinə yaza bilərik ki, şuuraltına güvənmək yazmaq olar. Şuuraltına özünü təslim etmək yazmaq olar. Belə yazmaq olar deyə düşünürəm. Biraz Aydının yazdığı uyğun gəlir. Özünə inamlı qərar
Şuur altına inamlı qərar yazsan daha düzgün olar deyə düşünürəm. Özünə inamlı qərar sanki özünə güvən anlamındadır, amma burada deyil. Şuur altına güvən. Bax, şuur altına güvən. Bəli, yazmaq olar. Şüurluya sağlam düşüncələrin ötürülməsi. Şuuraltına sağlam düşüncələrin ötürülməsi olar. Bəli. Çünki deyir sağlam düşüncələrimizi şuuraltımıza təhvil verək. Olar. Müəyyən dərəcədə biraz kosmetik düzəlişə ehtiyacı var. Hər şeyin şuuraltıya təhvil verilməsi deyil də, fikirlərimizin şuuraltıya təhvil verilməsi yazmaq olar. Aha. Sonra ikinci yazıb ki, şuuraltının insan fəaliyyətində rolu. Bura nə yaza bilərik? Əsas hissədir, bəli. Əsas hissədir ikinci. Üçüncüdə giriş hissə. Giriş hissə birinci abzasımızdır. Bəli, əsas hissədir, doğrudur. Giriş hissə birinci abzasımızdır. Burada nədən danışır? Qoy bir dənə oxuyaq. Şuuraltı beynimizin, elə birinci cümləni siz oraya yaza bilərsiniz. Beynimizin bir parçası tire şuuraltı. Necə Azərin? Bəli. Ayşə, sadəcə beynimizin bir parçası da yaza bilərsiniz, ya da belə bilərsiniz, beynimizin bir parçası şuuraltı. Şuuraltı haqqında məlumat xeyr. Zaten mətn şuuraltı haqqında məlumat danışırdı. Sadəcə giriş hissədə ondan nəzərdə tutulmur ki. Şuuraltının yazmaq olar. Bir də yazmaq olar ki, şuuraltı mexanizmi yazmaq olar. Çünki bax, şuuraltı mexanizm kimi belə də yaza bilərsiniz. Beynimizin bir parçası şuuraltı da yaza bilərsiniz. Bədənimizi idarə edən şuuraltı. Belə. O qədər şey yazmaq olar. Çox belə dərin, necə deyim, şey yazmısınız, ümumi yazmısınız. Sırf ona aid yazmalıydınız. Buzdağı, buzdağı da əsasdır, bəli. Çünki əsasdır. Əsasdır çünki icebergin görünən və görünməyən tərəflərindən danışılır. 68-cini biz dedik bayaqları. Chatdə nə yazmısınız? Bəli, düşüncəsiz bir də səbəb olar. 2 dənə nöqtə var orada. Yox, pis vərdişlərə yaza bilməsin axı. Deyir, əgər şuuraltımızdan pis vərdişlərə istifadə etsək. Pis vərdişlərə istifadə etmək olmaz axı. Yol açmaq olar, bəli, Damla. Bu problemlərə müvəffəqiyyətsizliyə yol açacaq, səbəb olacaq və yaxud da yazmısınız, gəlib çıxarar, düzdür. Yol açmağı ikinciyə yaza bilərsən deyə düşünürəm. Əgər şuuraltımızdan yol açmaq istifadə etsək nədir? Hə, ikinciyə yaza bilərsən. Bəli, yol açar, səbəb olar. Niyə ki? Bax, sənin əslində düşüncəsiz malik ola bilərik nədir? Müvəffəqiyyətsiz istifadə etsək, müvəffəqiyyətsizliyə malik olmaq sanki bir şeyə sahib olmaqdır. Ona görə bir dəqiqə. Aydın, düşüncəsiz düzdür, amma malik ola bilərik yanlışdır. 0,5 alacaqsan. Yenə də dediyim kimi, ora ən düzgün oturan səbəb olar, yol açar, problem deyil onlarda. Bax, sənin orada birinci cümlən mənfidə verib, onun ikinci cümləsini görürsən müsbətdə verib. Deyir, düşüncəli şəkildə istifadə etsək, azadlıq və zehni rahatlıq əldə edə bilərik. Burada düşüncəli olsaq belə olarsa, müvəffəqiyyətsizliyə də nə olar? Düşüncəsiz istifadə etsək ya da yanlış istifadə etsək, mənfi yöndə istifadə etsək, bu problemlərə müvəffəqiyyətsizliyə səbəb olar, yol açar. Malik olarıq, yox. Malik olarıq uyğun gəlmir. Sən evə malik ola bilərsən, maşına malik ola bilərsən. Yəni malik olmaq sanki müsbət bir şeylərə sahib olmaq anlamındadır. Ona görə ora düzgün gəlmir. Gətirib çıxarar məsələn, Ələkbər yazıb.
olar, səbəb olar, yol açar, gətirib çıxarar. Düzgün cavablardır o hissə üçün. Ümid edirəm aydın oldu. 69. Xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır deyir. Xoşbəxt olmaq üçün birinci şüuraltımızı müsbət şəkildə, müsbət fikirlərlə doldurmalıyıq və nəticədə də xoşbəxt olmağı bacararıq. Bir dənə çata yazılanları oxuyum. Yəni ki, əgər xoşbəxt olmaq istəyirsənsə, rahat yaşamalısın. Sevdiyin adamlarla vaxt keçirmək buna xoşbəxt deyilir. Öz beynimizlə işləməli, yəni şu. Aydın, xoşbəxt olmaq üçün deyirsən ki, sevdiyin adamlarla vaxt keçirmək. Mətndə sevdiyin insanlarla vaxt keçirməkdən danışmır. Konkret olaraq sonuncu abzasda bizə deyir ki, çünki sən mətnin məzmunundan yayınma eləmisən, bax oradan balını qıracaqlar. Öz-özünüzə kaş ki yaşa biləydim, ümid edirəm yarayar deməyək, görüləcək işə tam inanaraq sağlam düşüncələrimizi şüuraltımıza təhvil verək. Bax elə bir dənə bunu, bir dənə bu hissəni götürüb yazsan, bunu etsək, yəni mətndə deyildiyi kimi, görüləcək işə tam inanaraq sağlam düşüncələrimizi şüuraltımıza təhvil versək, sonra sakitləşsək, özümüzü onun ixtiyarına buraxsaq, nəticədə xoşbəxt ola bilərik. Uşaqlar, mətndən heç olmasa yazın. İnsan şüuraltını düzgün şəkildə ifadə hər şey çox gözəl olar. Azər bir dənə oxuyum çətin. Doğru Məhəmməd əlaqələndirmə deyir, yenə söz birləşməsi yazıbsan. Şuurumuz yaxşı düşünməklə hər şey. Bəli, Kənan, düzdür. Səhv olanda əsəbləşirəm. Şüarımız yox, Rauf, şuurumuz yaxşı düşünməklə hər şey yaxşı ola bilər. Şuurumuzda, şuuraltımızda. Mən bu aforizmi şuuraltı ilə əlaqələndirirəm. Əgər biz müsbət fikirləşib özümüzə inansaq, xoşbəxt tapa bilərik. Düzdür. Buyur, Azərin. Hı. Tam inanaraq. Bəli, düzdür. Prosta ki, bax siz Ələkbərdə sən də şey yazırsınız. Mən belə əsaslandıraram ki. Onun yerinə yazın ki, aforizmi belə əsaslandırmaq olar ki. Biraz şey, necə deyim, 5-ci sinif cümləsini oxşuyurlar onda. Ki, xoşbəxt olaq. Burada xoşbəxt olmaq məsələsi də var, ona da fokuslanmalısınız. Ki, xoşbəxt ola bilək. Yəni, hər şey şuuraltı, birinci insan hər şeyi həqiqətən də şuuraltında həll etməlidir ki, o gerçəkləşsin və biz şuuraltımızda əgər hər şeyi həll eləmişiksə, nəticə etibarilə xoşbəxt olaraq. Son abzasda da deyildiyi kimi, əgər biz şuuraltımızı mənfi fikirlə yönləndirməsək, xoşbəxt ola bilməyəcəyik. Yönləndirsək, xoşbəxt ola bilməyəcəyik. Buna görə də birincilikdə şuuraltımıza bunun yaxşı olacağına inanmaq lazımdır. Düzdür, Damla. 70-ci sualı da bayaqları dedik, üslubu cəhətdən fərqli 3-cü abzasda şuuraltı bədənin sirli memarı və inşaatçısıdır. Bu cümləni seçməliydiniz. Çünki bədii üslubdadır, mətnimiz publisistikdir. Varmı başqa sualınız bu mətndən əlaqəli? Okay. Onda bu mətni yekunlaşdıraq. Keçək digər, mən təzə link göndərim, digər mətnimizə keçək.